Gözüm dəydi. Gözüm dəydi mənə. Keyfiyyətli universitetlərdə magistr təhsili almağı planlayan tələbələr üçün növbəti 2 kriteriyanı izah etmək istəyirəm. İlk 2 kriteriyanı bir öncəki videoda izah etməyə çalışmışdım. Əgər tələbə gələcəkdə akademik fəaliyyətlə məşğul olmağı planlayırsa, ən önəmli meyarlardan birisi universitet təhsili boyunca hansı akademik fəaliyyətlə məşğul olub bunun sübutunu göstərməkdir. Bunu necə edə bilərlər? İxtisaslaşmaq istədikləri sahədə əgər professorlarının hər hansı bir araşdırma işi, research deyilir buna belə deyək, araşdırma işi varsa, ya o araşdırma işinin bir parçası kimi o fəaliyyətdə iştirak etmək və ya özlərinin bir fikirləri varsa, bu sahədə məqalə yazıb çap elətdirməyə çalışmaq. Çünki artıq universitet tələbəsi fərdi olaraq da bu məqalələri çap elətdirə bilir. Bu yenə də universitetlərdə fikir formalaşdırır ki, tələbə ancaq oxumaqla məşğul olmayıb, həmçinin hədəflədiyi sahədə əlavə fəaliyyətlərlə də məşğul olub. Dördüncü ən önəmli nüanslardan birisi yenə universitetin gözündə bu profili formalaşdırmağa çalışmaq ki, mən ancaq təhsillə maraqlanmamışam, özümün konkret bir hədəfim var və o hədəfim üçün universitetdən kənarda özümü inkişaf elətdirməyə çalışmışam və bu sahədə artıq bir çox yerdə, bir çox sahədə universitet təhsilindən əlavə beynəlxalq sertifikatlar var və siz bunu universitetdə bu beynəlxalq sertifikatları alaraq sübut edə bilərsiniz. Məsələn, bir çox adamın bildiyi maliyyə sahəsində ACCA deyilən F1, F2, F3, F7 deyə sertifikatlar var. Bunlar İnsan resursları sahəsində inkişaf etmək istəyən, davam etmək istəyən namizədlər üçün onların beynəlxalq sertifikatları var. Müəllimlik sahəsində davam etmək istəyən namizədlərin TKT, TESOL kimi alacağı sertifikatlar var ki, bunlar da dediyim kimi namizədin güclü profil formalaşdırmasında çox əhəmiyyətli rol oynayırlar. Niyə belə oluram? Çox aşırı güləç deyiləm.